Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə Maşın Bazarından salamlayıram. İndi isə maşınların qiymətləri ilə maraqlanaq. Qardaş, Allah xeyir versin. Çox sağ olun, çox sağ olun. Allah razı olsun. 06 maşını satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? 1992 maşındır, zavod maşındır. Motorunda problem yox, difrində səs yox, karovkasında çıxma, atma, elə bir şeylər yox. 4 dənə yeni təkərli, motor yağ azaltmır. Yəni belə salamat maşındır. Altında başında çürüyü də yoxdur. Nə vaxtdan sizinkidir? 6 aydır. Etibarnamədir mi, yoxsa form tolunur? Etibarnamədə qovmadanla dözdür. Etibarnamədən sonra... Yəni istənilən adama birlik vermək olar, yoxsa gərək qalanı verəsiniz? Problem yoxdur, yer eləmək olar, mən də verə biləm. Texniki baxış sığorta. Təzə olunubdur ikisi də. Alandan sonra xərcləriniz nə oldu? Çox maya qoymuşam. 1500 manatdan yuxarı maya qoymuşam. Nələri düzəltdirmişsiniz elə? Motorunu açdırmışam. Motoru yığdırmışsınız. Difrini dəyişdirmişəm. 4 təzə təkər almışam. Diskini dəyişmişəm. Peredogunu əl gəzdirmişəm. Daha yəni əldən çıxartmışam. Ay maşallah. Maqnitofon, kolonka. Motorun problemi artıq həll olundu. Bəli. Da yağ azaltması yoxdur. Karabkası necə? Çıxmır. Dörddür. Yox. 4-dür, sakitdə işləyir, səliqəli. Diferdə də səs deyirsi yoxdur. Yoxdur. Pol necədir? Pol da elə, üstü nətərdir, pol da elə. Çürüyüb, pası. Dəyişəndə yoxdur. Danqrat yeri salamat? Salamat. Baxmaq da olar. Öndə vəziyyət necədir? Əla. Əla. Daş kəsəkliyi oldu da səs eləmir ki? 1 qram. 5 şum olunubdur, 2 qat özdə. Aha. Təkərlər normal. Təzə təkər almışdın yoxsa? Bəli, təzə. 4-ü deyini? Bəli. Aha. Təkərlər normalını. Bəli. Maşınımızın 92-də yəqin ki dəyişilənləri çox olar. Yox. Baxan da bilir ki, yoxdur. Hamısı zavoddan gələndir. Qapı, krel, kapot. Nə görürsünüz, üstündə zavod qoyandır. Ay maşallah. Maşallah kimi olur. Kraskanı siz vurdurdunuz, eləmi? Kraska məndən qabaq vurulubdur, yalan deyirəm. Yoxdur ki, kosmetik şey yoxdur ki. Yox. Belə görsənəndə yox. Ön alın şüşəsində çat var. Bir dənə patpesinə çat var. Yan şüşələri normaldır. Yaxşıdır, normaldır. Əllə qalxır yəqin ki, eləmi? Fadiomnik yoxdur. Əllə olar. Zavod qoyanda nədir? Şitin üstündə zədə yoxdur. Yoxdur. Oturacaqlar da yaxşı deyirsiniz. Oturacaqda əl gəzdirilmişik, biz alandan sonra bir əl gəzdirilmişik. Maşınımız... Motorxanasının zavod kraskası deyir, şeyləri açılmayıb hələ. Releyləri hələ üstündən açılmayıbdır. Burada nə görürsünüz, hamısı zavod qoyanlardır. Aha, lap gözəl. Motorxanaya kraska dəyməyib. Radiatordur, orijinal radiatordur. Akmet təzədir. Nə gözəl. Yəni belə bu gün sürməkdən təri maşında yəni belə ciddi bir şey yox ki, deyəm ki, nəyisə kimsə düzəltdirsin, sürsün, yolda qoyar. Qiyməti neçədir? 4400 deyil. İndirim eləsək. Real alıcı olsa indirim yox, satmağa gəlmişik. 400 son fikir. Yəqin ki, eləmək olar. Hansı rayondan gəlmisiniz? Ağdaş. Xoş gəlmisiniz. Əlaqə nömrəsində xatırladın. 050 637 76 68. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Allah sizə razı olsun. Allah razı olsun. Allah işi davam etsin. 92-dən. Qardaş xeyirli olsun. Sağ ol, Allah köməyin olsun. Maşınımız Ford Fusion. Aha. Buyurun, məlumat verin bilək necə maşındır? 1.5 turbo, 2015 deyil. Problemsiz bir maşın, bir manat belə xərc tələb eləmir. Nə vaxtdan sizinkidir maşın? 3 ilə yaxındır məndədir. Aparmutmu, etibarnamədirmi? Yox, öz adımadır. Öz adınız olan maşındır. Sənədlər qaydasında? Bəli, hamısı qaydasındadır. Texniki baxışı, sığortası varmı? 2027-nin fevralına qədər vaxtı var. Lap yaxşı. Maşını götürəndən sonra xərcləriniz nə olub? Nə düzəltdirmişsiniz? Xərclərimi bir dənə karobkanın yağını dəyişdirmişəm. Hələ 10.000 sürməmişəm. Plus iç remenini dəyişmişəm. Canım sənə desin. Fare sisteminə 920 manat pul vermişəm. Aparatura yığılıb. Başqa da ki heç bir, yəni 1 manat belə xərc tələb eləmir. Yəni otur-sür maşındır. 1.5 benzin turbo mühərrikdir. Bəli. Remennəndir. Remen də dəyişilib, bəli. Mühərrikdə vəziyyət necədir? Çox super. Bir dənə çıxıltı deyilən şey, problem deyilən bir şey yox. Yağ azaltma yoxdur ki? Heç bir şey. Karobkada gecikmə, heç bir şey yox. Avtomat Yəni buna bu bəli avtomat karobkada. Bu maşına yəni qulluq olunur Xəzər TV-nin arxasında Ford servisdə. Lap yaxşı. Ön çəkən maşındır da bunlar. Bəli, öndə. Öndə vəziyyət necədir? Çox super. Qranatların səsi, heç bir problem yox. Ümumilikdə periodok yaxşı. Super, ideal vəziyyətdədir. Yəni bir sözlə 1 manat xərc tələb eləmir də. Yəni otur-sür maşındır. Təkərlərdə elə bir zəiflik görürəm. Bir təkər bəli, təkərdə bir balaca zəiflik var. Da indi o təkərdə təzəsini alıb qoysam bəli, pulun üstünə gələrəm də. Maşınımızın altı necədir? Zədə yoxdur. Heç bir şey, vurğu, udarı, heç bir şey yoxdur. Amerikadan da bir balaca üstünə elə bir kapotun burun hissəsinin nəsə düşüb. Beləsinə gəlib. Şarjat heç nə açılmıyıb. Dəyişən deyirsiz yoxdur. Yox. Kraska necə? Kraska yox, parlovka olunub. Bir dənə qabaq kapot kraskalanıb. O da ora elə gəlib də. Elə bir burnu biraz əzilib deyənə. Kraskalayıb. Bəli. Bir dənə kapot.
Maşınımızın hazırda kosmetik işi yoxdur ki. Xeyr, yox. Şüşələr yaxşıdır, qırığı çatı yoxdur. Xeyr, heç nə yox. Prosta maqnitofona görə bunu yendirmişdim. Aşağı problemdir, qaldıra bilərəm. Dördü də düymə ilə qalır. Dördü də, bəli. İşti təmizdir. Bəli, çatda. Oturacaqlar dəri Hamısı. salondur, hə? Bəli, dəri salondur. Düymə ilə idarə olunur. Düymə ilə idarə olunur. Sidenik isidilməsinə qədər var. İsidicisi də var. Allah yaxşı. Belə də maşınımız funksional maşındır. Kondisioneri soruşmağa ehtiyac varmı? Xeyr, super də işləyir. Buz. Birinci xod eləyir buz kimi. Əlavə səs sistemi də quraşdırmısınız. Bəli. Option Nə qədər xərciniz çıxıb ona? Ona 2500 manat. Əlavə səs sistemi qurmağa. Bəli, 2500 manat tək aparaturaya pulumuz çıxıb. Monitoru da var, video Zavodskoy monitordur, bəli. O əlavədə maqnitofon yerləşdirilir. Başa çıxan adam bilir də, aparaturaya maqnitofon yerləşdirilir. Kimdə sual olsa sizlə yəqin ki, əlaqə saxlaya bilər. Problem yoxdur. Telefon nömrənizi də xatırladın. 055 535 25 85. Maşınımızın dəyəri neçə? Belə deyim də 16 yarıma deyirəm. Yəni real alıcıya yaxşı endirim eləyəcəm. Yaxşı deyəndə 16-dan aşağı düşəcəkmi? Bəli, düşəcəm. Onda zəng eləsin izləyicilər. İnşallah. Hara gəlsinlər, harada baxa bilərlər? İmişli rayonunda. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol, var ol. Allah razı olsun. Siz də sağ olun, təşəkkürlər. Maşınımız Mercedes Y-Class. Buyurun. 4 göz deyirik. Buyurun, məlumat verin bilək necə maşındır? İli 96-dır. Diskləri panoramadır. Yəni sirenada cırığı sökür, avifkalarda heç bir şey yoxdur. Monitorun hər şeyi var. 3 motor sadə dizeldir. Maşınımız nə vaxtdan sizdədir? Maşın 9 aydır məndədir. Texs motoru, sığorta hamısı olunub. Akkumulatoru təzə. Etibarnamədirmi? Hə. Vaxtına var? Atamın adına keçmişəm. Aformutdan atanızın adına, Hə. yoxsa etibarnamə? Atamın adına. Maşın atanızın adına aformut olunubdur. Hə. İstənilən adama birlik verə bilirsiniz? Polnu. Texniki Birlik- baxış sığortası da var Hə. deyirsiniz. Sığorta da Texs motorda olub. Təzə akkumulyator da alınıbdır. Təkərlər də yaxşıdır. Bir dənə bunu 7000-ə deyirəm, kondisionerinə görə, yəni 500 manat keçirəm. 200 manat xərcidir, 500 manat da mən keçirəm. Sonu 6500-ə. Mühərriki dediniz kubu neçədir mühərrikin? Neçə motor gedir? 3 motor. 3 Karobkada- dizel motordur. Karobkada Necədir motorun vəziyyəti? Motordan danışaq sonra Əla. karobkaya keçək. motorda nə yağ yemir, nə düstüləmir, nə yağı azaltmır. 760 min göstərir göstəricimiz. İndi nə qədər orijinaldır deyə bilmərəm. Karobkası necə? Karobkası əladır. 4 Gecikməsi, vurması. 4 karobkadır. Yoxsa mexanikadır? Avtomat. Avtomat deyil, 4 karobka sadə, gecikmə, vurma, heç nəyi yoxdur. Diferdə səs yoxdur. Diferdədəki nə uğultu, heç nəyə zadı yoxdur. 6 polo. Altında Zədə varmı? cüzü çürüyü var, cüzü. Yəni elə Bir yerdədim yoxsa bir neçə yerdədim? bir yerindədir. Şofer tərəfdə. Öndə vəziyyət necədir? Peredokda. Perodok yaxşıdır. 300 manat verib. Yığdırmısınız. Hə, Səs-küyü yoxdur. yox. Təkərlər normaldır, yoxsa dəyişilməlidir təkərlər? Təkərlər Gedər də bir il gedər. Təkərlər yəni pisdir. dəyişilən varmı? Qapı, kril, kapot. Yox, heç nəyə dəyişilməyib. Kraskası necədir? Usta ilə getmişəm. Bozaran yerləri var, eləmi? Hə, o İngilvaridir. Maşınımızın ön alın şüşəsində də çat da var, 2 yerində də çıtdağı var. Yan şüşələrin 4-ü də düymədir. Qalxıb İşləyirlərmi yeyim, 4-ü də? hə, işləyir. Aha, şitin üstündə zədəsi yoxdur elə biləm. Yoxdur ki. Yox, yox. Oturacaqlar parça salondur. Parça salondur, cırığı, sökü, heç nəyə yoxdur. Maşınımızın qiymətinə görə maşınımız yaxşıdır. 7000-ə deyirsiniz, 500 endirim eləyirsiniz, Ha, 6500-ə kondisionerə düşür. görə. Aha. Bəlkə də kimsə Yox, 6000 bəlkə də kimsə versə verərsiniz. yox, 6000-ə yox. Son fikir 65-dir elə. 6500-ə. Hansı rayondasınız? Yevlax tərəfdə, avtovazala yaxın. Əlaqə nömrəsini deyin, gəlsinlər maşınımıza baxsınlar. 055 585 70 66. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun.
Qardaş Allah xeyir versin. Sağ ol. Maşınımız 2102, eləmi? Bəli. Bunlar tapılan maşınlardan deyil ha, təsadüfən gəlir. Elədir. Buyurun, məlumat verin. Bilək necə maşınımız? İli 84-dür. Motor 01-dir. Karovka 4-dür. Karovkası problem yoxdur. Difer bulanmır. Motorda yağ yemə yoxdur, yağ azaltma yoxdur. Akkumulyator təzə, 4 dənə təzə təkər. Nə vaxtdan sizdədir? 20 ildən çoxdur bizdədir. Aformut birbaşa öz adınız olan maşındır. Baba Sənədləri yağ qaydasındadırmı? Qaydasındadır, Texniki baxışı, hamısı, sığortası. Hamısı qaydasındadır. Motoru öz motoru. Özdür ha, nömrəsi düz hamısı. Nə vaxt yığılıb mühərrik? Axırıncı dəfə. Axırıncı dəfə Yoxsa çoxdan şikayətlə yığılıb gəlmir. ona. Hə. İndi vəziyyəti necədir? İndi vəziyyəti yaxşı vəziyyətdir. Yağ azaltmadır, Xeyr, səsdir. heç nə yox. Səs də yox. 01 motordur yoxsa nədir bunlar? 01-dir. Motor yaxşı. Karobkası, Karovka 4. atma, səs. Yox, səs də yox, atma da yox. Difer də səs necə? Difer yaxşıdır. Bulamır. Altında necə? Çürüyü pası çoxdur. Altında 1-2 dənə yerində çürüyorlar olmaz. Danqrat yerləri salamatdırmı? Salamat. Peredokda səs küyü yoxdur. Yoxdur, yox. Təzə yığılıb perdə. Təkərlər yaxşıdır deyəsən. Yox, 4-ü təzə. də eynidir. 4-ü təzədir. 4-ü də yaxşı Eyni. deyil. Dəyişilən deyirshanslardır. Dəyişən kurlodur, bir də qabaq qapıdır. Hər iki krellər yoxsa? Aha, qabaq hər iki krel, bir də qabaq qapı. Всё. Qapı hansı qapı? Deyir qabaq o. Hə, sürücü sərnişin tərəf qapı Aha, dəyişilib. sağ tərəf. Kraskadakı yəni kosmetik işləri var elə bilirəm. Eləmi yenə də? Elə belə. Ölüdür da prosu. Hə, kraskasını yaxşılaşdırmaq lazımdır. Ön alın şüşəsində çıtdaqlar var da, eləmi? Bir Ha, neçə dənə hə, çıtdaqları var. Yan şüşələri normaldır? Normaldır. Hə, maşınımızın baqajniki dolubdur, eləmi üstünü? Olub. Onu verməyəsiniz. Xeyr. Maşının şiti, zavod şiti, elə. Zavoddur. İçi də Çatlar zavod. var, hə, eləmi? Çatlar var bir iki dənə. Oturacaqlar yaxşıdır. Yaxşı vəziyyətdə hamısı. Belə də maşınımız normal maşındır. Əsas qiymətidir. Qiymət 3600-ə deyirik, razılaşma yolu var. Real alıcı ilə. 3600. Neçə versələr? 3200, 3100. Xeyr, 3200 yox. Neçədir bəs fikir? Sonra 3-5. 100 manat endirim. Bəli. Hardadır maşınımız? Orada. Əlaqə nömrəsi xatırladın. 70 628 19 73. Allah xeyir versin. Allah qardaş. canınızı sağ olsun. İnşallah bu gün satıb gedərsiniz. İnşallah. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol. 06 maşına. Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2000-ci ildir. 06 motorudur. Motor yeni yığılıbdır. Hə, sıfırdan yığılıb. Heç Sizdə nə vaxtdandır? problem yoxdur. 2 ildir məndədir. Aformutdur, yoxsa etibarnamədir? Etibarnamə ilə. Generalində vermişdim. Necə, sahibini yenidən tapıb alırsınız, yoxsa nə edirsiniz? Bəli, bəli. Sahibin əlaqə saxlayıram, nömrəsi var. Rahatdır, çox rahat şəkildə davəndə götürə bilir. İndi satsaq necə eləyəcəyik? Sizdə 4 nə qədər yarım deyirəm qalıbdır? hələ ki. Etibarnamənin vaxtına deyirəm nə qədər qalıb. Yanvara qədər var. Texniki baxışı, sığortası. Hamısı yeni oldu. Alandan sonra da ki, xərcləriniz olubdur. Hə, sıfırdan motor yığdırmışam, periodok sistemi yığdırmışam. Təzə akkumulatoru qoymuşam 4 gün əvvəl. Qoruyucu sistemini, nə bilim, relay sisteminin hamısını dəyişmişəm. Satmaq fikriniz var idi deyəm eləyirdiniz, yoxsa elə Yox, satmaq fikrim yox idi, özüm üçün sürürdüm. İndi maşını dəyişmək fikrim var, ona görə satıram. Allah xeyir versin. Sağ ol, sağ ol. Motordakı yığdırmısınız 06 motordur. Sıfırdan yığılıbdır, bəli, heç bir problemi yoxdur, saat kimi işləyir. Yağ azaltma səs yox. Qəti. Karabka necə? Karovka 5-dir, Atma səs. qəti yox. Difer necədir? İdeal. Polda çürməsi çoxdurmu? Bütün belə deyim də, pol çiçək kimidir. Bir dənə zapaska təkər yerində sürüyü var idi, onu da çatdırmışam. Danqrat yerləri salamat. Sağ salamat. Peredokda vəziyyət necədir? Noldan yığılıb periodok. Daş kəsərli yolda səs eləmir. Qəti. Amma təkərlər zəifliyib Hə, gələ bilər. təkərlərində biraz zəiflik var. Dəyişilənləri hansılardır? Sağ-sol krellər, qabaqlar dəyişib. Qalanları özünün. Qalanlar özündə. Kraskalıq işi yoxdur ki. Hə, kraskalıq işi yoxdur, kosmetikası yaxşıdır, amma kraskalanıbdır. Müəyyən yerlərdə yüngül çatlardır, cızıqlardır. Elə belə, hə, parlovkaya ehtiyacı var. Şüşələr necədir? Çiçək kimi tərtəmiz. Qırıq çat yoxdur ki. Qətiyyən. Yan aynalar əllə qalxırlar. Əllə qalxır, bəli. Şitin üstündə elə bilən zədə var, elə. Beşara, hə, bir dənə Nəsə yapışdırmışlar, qoparıblar. Hə, telefon qoymaq üçün qab yapışdırmışdım, özüm qoparmışam. Oturacaqlar yaxşı. Normaldır. Qiymət dediyi neçə? 4 yarım deyirəm, endirim olar. 4-ə vermək olar. Alıcıdan asılıdır. Əsas o da əlaqə saxlasın. Bəli. Nömrəni deyin.
051 215 67 40. Hansı rayonda? Bərdə rayon. Uğurlar arzu edirəm. Çox sağ ol. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol, Allah köməyin olsun. 015. Buyurun, məlumat verin. Bilək necə maşındır? 05, ili 2012. Yəni, bir dənə dəyişən sağ sol kirlodur. Yəni, vuruğu, udarı heç bir şey yoxdur. Ekranı sap-salamat. Ondan İli sonra- 2005. Aysa. Nə Yox, vaxtdan? Ha, 2012. 2012-nin maşını. 2012, Aha. bəli. Sizdə nə vaxtdan? Bizdə 4 ildir maşın bizdə. Aformutmu, etibarnamədirmi? Aformut, aformut. Öz adınız olan Bəli. maşındır. Texniki baxışı, sığortası, Hamısı bir illik, yəni təzə olunubdur. sənədləri qaydasında. Hər bir şey qaydasından sənədləri. 4 il içərisində xərc çəkildimi maşınınıza? Çəkilibdir, bəli. Yəni, Motoru nə zaman yığdırmısınız? Mühərriki. motor zavodskoy gələn motordur, hələ açılmayıbdır motor. Salamat Onda motor. yağ azaltma çox olar. Heç bir şey yoxdur, narahatçılıq yox. Yağ azaltması yox, səsi yaxşı. Super, xodaya bilərsiniz, baxa da bilərsiniz. Korobkası necə? Əla qaymaq. Atma, səs yoxdur ki. Heç bir şey, problemsiz. Öndə vəziyyət, granatlarda. Əla, super vəziyyətdə. 1 manatsız yəni bir dəqiqə xərc qoy. Səsi adam küy sürə yoxdur bilər. ki maşınımızın. Xeyr, xeyr, heç bir şey. Ekran necədir? Ekran salamatdır, gül kimidir. Yəni Əl dəyibdi yoxsa? Yox, yox, işləmində. Zavoddan gələn ekrandır. Zavoddan gələn ekranıdır. Qəşəng. Təkərlər necə? Yaxşıdır təkərlər. Təkərlər də yaxşıdır. Yəni, Normaldır, 80% hələ işlətmək təkərlər olar. var. 6 polunda. Zədə Sürüyü, yoxdur çarığı, ki. heç bir şey yox. 6 yaxşı. Dəyişən deyirsiniz hansı dəyişəni? Sol kirlo, qabaq Sürücü kirlo. tərəf krel dəyişilibdir. Bəli. Digərləri özününkidir. Hamısı özününkidir. Kraska tam vurulubdurmu? Bəli, bəli. Ön alın şüşəsində də çatı var. Bir dənə parpresində çatı var, o da yüngül Yan bir şey. şüşələr düymə ilə, Bəli, punovka ilə önlərdə yəqin ki, Bəli, bəli. işləyirlər. Şitin üstü təmiz, yoxdur ki, qırıq çat. Yox, çatı, matı, heç bir şey yoxdur. Təzə Oturacaqlar çıxollanıbdı, altını bilmirik. salamat. Altı Necədir salamatdır, üstünü özümüz çıxollamışıq ki, yəni batmasın, olmasın belə. Belə Salamatdır. də normal maşındır, əsas qiymətidir maşınımızın. Qiyməti də ki 8-ə deyil. Endirim eləsək neçəyə? Yəni real alıcı olsa qiymətlər razılaşarıq. 7500 verən olsa nə deyək? Razılaşarıq. Hara gəlsinlər? Yevlax rayon Xaldan qəsəbəsi. Onda əlaqə nömrəsini xatırladın. 055 617 56 66. Allah xeyir versin. Çox sağ ol, Allah kömək olsun. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Çox sağ ol. 06 maşın. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? Maşın yaxşı maşındır. Ailə maşındır. 97-nin maşınıdır. Salam, salam. Maşın 97-nindir. 1997-ci il. Nə vaxtdan sizdə? Maşın 1 ildir bizdədir. Aformut kimi etibarnamədirmi? Etibarnamədir. Vaxtına General. var, Bəli, var. 1 il müddəti var. Tex motor sığorta dalın üstündə. sənədlər qaydasında. Bəli, sənəd Alandan satan sonra qaydasında xərcləriniz? Alandan sonra yağını dəyişmişəm. Motoruna qulluq olubdur. Motor nədir? Nol üstü. Yağ azaltması, səsi, Xeyr, xeyr, yoxdur. Motor çox gözəldir. Karofkası 5-dir. atmağı yoxdur ki, Xeyr, qaraqdan. yoxdur. Diferdə səs var. Difer də qəşəng idealdır. Demək olar ki, yoxdur. Difer də çox gözəldir. Altı necədir? Altı da çox gözəldir. Çürüyü, pası? Çürük, pas. Çürükdən söhbət gedə bilməz. Olanlar çıxıb yoxsa heç olmayıbdı? Yox, olanlar çıxdı. İşlənib, yəni çox az miqdarda. Danqrat yerlər var Çox mı? gözəl, bəli. Canqrat yerləri çox gözəl, təmiz, gül kimi. Öndə vəziyyət necədir? Peredokda. Perodok da çox gözəl. Səsi gücü ideal. çoxdur? Heç bir şey. Maşın tam ideal. 1500 manata qədər də maşın içinə xərc qoyulub. Maşının xadavoy sisteminə, tam noldan, sıfırdan Təkərləri yaxşıdır elə Bəli, bilən. 4 də təzədir. Dəyişilənlərin də deyin də bizə. Maşınlarda dəyişib də, qabaq krlolar dəyişibdir maşında belə. Yəni zavodskoy maşın deyim, yox. Dəyişən detalları Kraska var. yaxşıdırmı? Udar yoxdur. Maşında qəti vuruq udar yoxdur. Kosmetik işi yoxdur ki hazırda. Kosmetik işi də hal-hazırda yoxdur. Kosmetikası da gözəldir, idealdır göründüyü kimi. Şüşələr necədir? Şüşələr də çox gözəl, Qırığı, təmiz, çatı, sart, ləkəsi. qırıq, heç bir şey. Baxın. Şişin üstündə necə? Şit də təzə alınıb qoyulubdur. Şitdə də bir dənə problem yoxdur. Təmtəzə. İçi başı çox səliqəli, silenkaları, altı, çıxolu, bütün hər bir şey. Maşın bir sözlə bugünkü gündə bir qəpik xərc tələb etmir. Yan aynaları düymə ilə gördüm. Bəli, İşləyirlər. bəli. Yan ayna Önlər maşın ikisi. pul sistemidir, podyomnikdir. Qəşəng. Oturacaqlar yaxşı. Bəli, İczavodun oturacaqları. Bəli, bəli. İnamarka oturacaqlarıdır. Maşın monitor sistemidir, pul sistemidir. Bütün hər bir şeylə yəni maşın təmin edilir. Aparatura yoxdur. Var, aparatur. Aparatura da Bəli, var. səs gücləndirici aparatur. Bütün hər bir şey. Yəni maşında bugünkü gündə nə ehtiyacı bütün hər bir şeylə yəni təmin edilir. Maşında yəni hər bir şey var. Qiyməti neçədir?
Qiymətini də 4900 manata deyirəm. Real alıcı ilə yəni endirim var. Nə qədər eləyir? 4400. Yox. 500 endirim yoxdur. 4600 manat son yəni qiymətidir. Şiriniz 4600 manatdır. Əlaqə nömrəsini deyin. 051 332 1239. Hansı rayondasınız? Bərdə rayon Qarasüflü kəndi. Yəni şəhərdə göstərə bilirsiniz. Bəli, bəli. Uğurlar arzu edirəm. Çox sağ olun. Çox Siz də sağ olun. sağ olun. Təşəkkür, mən də sağ olun. Təşəkkürlər. Xeyir olsun qardaş. Sağ olun. 07 maşındır. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2006-dır. Motor 06-dır. Karovka 5-dir. Diferində səs yoxdur. Təkərlər normaldır. Salonda cırıq sökük yoxdur. Sizdə nə vaxtdandır? 2024-cü ilin dekabr ayında məndədir. Aformut etibarnamədimi? Özədir. Öz adınız olan. Bəli, Aformut olunub. Aformut. Hə, lap yaxşı. Texniki baxışı sığortası. Texnik baxış sığorta 1 ay bundan qabaq oldu. Aprel ayında. Aprelin 27-si oldu. Xərcləriniz nə oldu alandan sonra maşını? Xərclərim təkər oldu. Nəm salonu əl gəzdirdim. Maqnitofon, kolonka. Motorunu Belə şey. yığdırmadınız. Motorunda bir problem olmayıb. Yox, Motor yox, nədir yox. bunlarda? Motor 06-dır. Niva vallandır. Yağ azaltması, səsi, Mümkündür, yox. karobkası necə? Karovka 5-dir. Atma yox, səs yox, kür yox. Diferdə də səs deyirsiniz. Diferdə də yoxdur, yox. Polda vəziyyət necədir? Polda iş getmir, çürük falan yox. O yoxdur, çürüyüb pası. Yox, heç. Danqrat yerləri salamat. Hamısı salamatdır, dörd öz yerindədir. Peredok necə? Peredokda səs-küy yoxdur. Yəni peredoka əl gəzdirmişəm, səs-küy var idi, kəsmişəm. Təkərlər yaxşıdır. Təkərə normaldır. Maşınımızın dəyişilənləri, qapı, krel, kapot, Dəyişən bir dənə arxa krılov kusok dəyişib. Arxa sağ krılov. qalanları hamısı özünüz Qalan, zavoddan hə, gələnləridir. özümüzün. Bəlkə sizdən əvvəl dəyişdiriblər. Məndən əvvəl dəyişib elə arxa El oranı Hə, bilirsiniz. Kosmetik işləri yoxdur ki. hə. Yox, kosmetikaya ehtiyacı yoxdur. Maşınımızın şüşələri necə? Ön alın şüşəsində çatlar var. Şüşəsində bir dənə daş dəyib, bir dənə çartıb ön şüşəsində var, başqa heç. Yan şüşələr salamat. Hamısı özünküdür zavod. Önlər düymə ilə mi qalxır? Hə, pnopka ilə, podium. İşləyirlər. Hamısı işləyir, bəli. Şitin üstündə yoxdur ki, qırıq Yox, çatlı şiştin ləkə. üstündə qırıq çat heç nə yoxdur. Oturacaqlar necədir? Oturacaqlar Cırığı, söküyü, yoxdur, yox. çöküntüsü. Cırıq yox. Çöküntü falan yoxdur. Yaxşıdır, normaldır. Bahalı aparatura falan yoxdur ki. Yox, aparatura 4 kolonka, bir dənə də orijinal magnitofon var. Qiyməti nədir maşınınızın? Qiymət 5800 deyir. 5800-ə deyirsiniz. Bəli, Endirim də eləyəcək. Eləyər. 5300 necə? Yox, 5300 yox, biraz yuxarı. Əsas o da əlaqə saxlasınlar. Əsas o da, hə, razılaşar. Telefon nömrəsini de. 051 580 3055. Hansı rayon? Ağdam. Uğurlar arzu eləyirəm. Sağ olun. Siz də sağ olun. Çəkdiyimiz maşına alıcı çıxıbdı. İndi qardaşlar almaq istəyir. Göygöl rayonuna aparalar. Maşınımızın da qiyməti 2400 manat. 2400-dən başlayıb yoxsa neçə? Yox, yox, 2.7-yə deyirik. 84-dür, 03 motoru, 4 karovka, bez problemdir. Maşın yanında razılaşma olar. 2700-ə Bu deyirik. görək qardaşlar vaxt getdilər. Gəl qardaş, yaxına gəl maşınımız haqqında məlumat verir qardaş. Allah bazar versin. Çox sağ olun. 06 maşındır. İli İlə dediniz neçə? 84, 03 motoru, 4 karovka. Nə vaxtdan sizdədir bu maşın? İkinci daverin üstü. Almısınız ikincini. Təzəlikcə mi almısınız yoxsa xeyli vaxtı? İkinci daverin üstü hələ qutarmanın 10 ay var. Bəlkə verək qardaşa səsi onun yaxşı gəlir. Qardaşımız maşının yiyəsi bu qardaşımızdır. Deyir ki, ikinci daverinizi təzəlikcə alıb Bəli. almısınız? Hələ 10 ay var qutarmanı. 03 motor, 4 karovkadır. Texniki baxış sığortası Hələ var. 10 ay var. Yəni Onlara başda da 10 ay var. 9-10 ay var rahat. Maşınımızın mühərrikdə 03 görünür. 03 motordur, sənəddə qeyd olunubdur. Kuza Necə nömrəsi də mühərrikdir? üstündədir. Sənədlə düz gəlirlər Sənəddə hamısı. bəli. O vaxt zavodda qoyulanlardır mı yoxsa Bəli, yox, zavodda. Bax, motor nömrəsindən burdadır, kuza nömrəsi də burdadır. Tex pasportdan gəlib yoxlayacaq. Gözəl. Maşında da bu yerdə yoxlasın. Motorun vəziyyəti necədir? Motor yağ yemir, yağ azaltmır. Nə su vaxt vermir. yığdırmısınız? Yığdırmısınız mı yoxsa sizə? Yığdırmışam deyəndə ki, 20 gün olar ki, şeyini dəyişmişəm, proqratkasını dəyişmişəm bir dənə. Yaxşıdır da, Ha, motor yaya yaxşı. görə ki, yaydan biraz bunlar istiləyəm, qızdımağa meyilli olur da, onu da dəyişdirmişəm ki, rahat olsun da, yarı yolda qoymasın məni. Karobkası necədir? Korobka 4-də atmır. O da yaxşı. Aynen, Difer. 100%. Difer əladır. Səsi var. Elə bir cüz birdən verib, olar ki, yağı azdır da, ona görə verir. Nəsə düzəltdirmək olurmu yoxsa gəlib Düzəltmək olar, hə, yox, düzəltmək olar. Pol necədir? Çürük Pol çoxdur. normal vəziyyətdədir də, yəni çürük yoxdur, yox. Pas var, amma çürük yoxdur. Hə, olanlar çıxıb. Olanlar çıx, hə. Danqrat yeri yerindədirmi? Danqrat yeri hamısı yerindədir, hə, elə çəkişə də Yəni görsən. zavod danqratı ilə qaldırmaq olurmu? Ha, qaldırmaq olur. Peredok necə? Peredok xərc çəkmişəm 150 manat. Ay Gəzəli yarımdır. yolda səsi yoxdur. Yox. Kənd yoluna salarıb sürüb baxar. Təkərlər necə? Təkərlər normal, bir 3 ay, 4 ay, bir 5 ay sürər.
84-dən nə qalıbdı? Qapı, 80 krel, kapot. Vallahi 84-dən bir dənə tənəm qalıb. Sizdən əvvəl olan işlərdir, eləmi? Bəli, bizdən əvvəl olan işlərdir. Mən gördüyüm işlər benzin nasosdur, nə bilim belə yüngülvar işləridir də. Radiatorunu dəyişdirmişəm belə. Kosmetik işi var. Kosmetika belə də normaldır. Yəni istəyən kefindən asılıdır. Gördüyə də bilər, gördüməyə də bilər. Ön alın şüşəsində neçə dənədir? 2-4 dənə çıxdağı var. 4 dənə elə belə şeydə buna set yox da. Yan şüşələr yaxşıdır. Bəli, hamısı işlək vəziyyətdədir. Şiti də bir yerdədir, çat yoxsa Bir- iki yerdə görürəm. 2 dənə, bir dənə yerdədir, bir dənə də burdadır. Vəssalam. Salam. Oturacaqlar biraz elə bilirəm ki, süzülmələr Ha, var. amma süzülməsi var, amma elə matrası yaxşıdır da. Masakası əladır. Yüngülvarı əl Bir dənə hə, gəldirsən. stolu vur üstünə, sür getsin. Belə də maşınımız normal maşın. Adı qiymətinə görə əla maşındır da. Qiyməti də yaxşı deyirik də. Neçə deyirik qiymət? 2800 manat deyir, 1000 liraya alıcı gələr, maşına oturar yanında razılaşarıq. Bəyəklər var idi. Bəyəklərə 2-4 dedin. 2-5. 2-5 dedin. 2-5. Hə. 2-5-dən dedim bazardan çıxarıq. 2-5-dən aşağı düşməyək. Yox, 2-5-dən aşağı düşə bilmirik. İzləyicilər baxır, deyir biraz endirim eləsin, gələk ona. Gəlsin bir dənə real söhbət eləyək görək nə fikrinlə nə keçir onu. Yaxşı Gəldi elə endirim bir yoxsa deyir ki, 2-5 100 verirəm, deyəcək ki, 2-6 ver get. 2-6 verirəm sənin maşını. Hə, heylə Elə yuxarı. olar ki, insaflı insan olar da. Hə, nə gözəl, düz deyirsən. Olur, heylələr də var. Onlar da baş papaqla gələr, deyər ki, gəl belə veririm. Hansı rayondasınız? Bərdə Əlaqə nömrəsini deyin. 051 599 39 69. Allah bazarınızı versin. Oldu, Allah razı olsun. Allah işinizi uğur eləsin. Sağ olun, sağ olun. Dəyərli izləyicilər, bax bu cür Toyota Prius var. İli 2007-ci ildir. Daha bunun haqqında çox məlumatımız yoxdur. Qardaş danışmaq istəmir. Elə sizlər üçün göstərdim ki, bax bu cür Toyota Priusdur. Yəni 360 min probyekləndir. Maşınımız bu cürdür. Əlaqə nömrəsini də götürərik. Kim istəsə əlaqə saxlayar. 12500-ə deyir qardaş. Elə bilirəm ki, endirim də eləyəcəkdir. Qardaş, sonu neçə olacaqdı bunun? 12000 verən olsa nə deyək? 12000. 12-yə verərəm. 12200-ə. Əlaqə nömrəsini deyək, hansı rayondasınız? Bərdədəyəm. 050 383 41 15. Allah bazar versin. Bax, bəzi izləyicilərin istədiyi çəkiliş bax budur. Allah xeyir versin qardaş. Sağ ol, çox sağ ol. 099. Buyurun, İli məlumat verin. 94, bez problem. Texniki baxışdır, sığortadır, hamısı təzə olub 2 gündür. Maşın nə vaxtdan sizdədir? Maşın bizdə hardasa 4 aydır, 5 aydır bizdədir. Etibarnamədirmi? Etibarnamə ilə sürür. Vaxtına varmı? Var, hələ 8 ay var. Texniki baxış sığortası Texniki da baxış var. sığorta təzədir. Üstündə qəşəng bahalı nömrədir, hədiyyə verilir. Maşını alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz 4 ay içərisində? 4 ay içərisində bütün xadavoy işi əlimizdən çıxıb, hər işlərini gördürmüşük. Motorunu yıldırmadınız, motor Yox, mühərriki. ehtiyac olmadı, motoru saat kimidir, problem yox. Yağız atmadı, səsdir. Heç bir problem yox. Korobkası necə? Korobkası da Atması, səsi. Əla, yox, heç bir problem yox. Qranatlar necə? Səs eləmir Qranatlar ki. qaydasında, hamısı qaydasında. Perodokda ümumilikdə səs ki yoxdur Heç ki. bir səs yoxdur, maşının heç bir işi yoxdur. Ekran necə? Ekran. Ekranda qaydasındadır, orada İşi olubdur, eləmi? İşi olubdur, səliqəli işlənibdir. Yəni o ili 94-dür də o. Təkərlər necə? Normaldır təkərlər. Normal təkərlər hamısı qaydasındadır. Hələ ki işlətmək olar təkərləri. 50-50-yə hələ bəlkə də Altı necədir? Polo. Çürük, pas. Çürük, çarıq, heç bir şey yox. Olmayıb ümumiyyətcə, yoxsa olanlar çıxıb. Yox, bizdə olmayıb. Yəni biz yoxlatdırıb almışıq. Heç bir problemi də yoxdur. Qapı, krel, kapot dəyişilənlər. Bilmirəm, dəyişənlərini bilmirəm, yoxlanılıbdır, hamısı qaydasındadır. Kosmetik işləri yoxdur ki. Yox, heç bir kosmetik işi yox. Cüzi elə belə qopan yerlər var. Burada məsələn var, orada görürsən belə şeydir. Yavaş-yavaş başlayır da, bir ilə yəqin ki lazım olacaqdır. Hə, maşınımızın şüşələri. Qaydasındadır, hamısı qaydasındadır. Ön alın şüşəsində yoxdur ki, qırıq çat. Yox, heç bir problem. İşitdin 15-ə yığılıb. 15 işitdir. Yan aynalar əlindən qalxır yoxsa düymədir? Əlindən qalxırlar. Oturacaqlar yaxşı. Yaxşıdır. Belə də normal maşındır. Hamısı qaydasındadır deyə belə, yəni o qiymətinə görə əla bir maşındır. Qiymət neçədir qiyməti? Qiymət indi o vacib olduğu üçün 3600 manat deyirik. 3600 manat. Real alanın olsa razılaşar. İl neçə idi maşınınızın? İli 94. 94-ün maşını 3600-ə deyilir, endirim də olunacaqdır. 3300. Yox, gəlsinlər danışarıq. Əlaqə nömrəsini deyəndə sizinlə bir Əlaqə nömrəsi 050 831 61 31.
Hara gəlsinlər, hansı rayondasınız? Maşın Tərtərdədir. Belə də yəni Əlaqə fikri saxlayıb gələrlər. əlaqə saxlayıb görüşüb baxa bilərlər. Uğurlar arzu edirəm. Sağ ol, qardaş. çox sağ ol. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, çox sağ ol. 06 maşınınızı satırsınız. Bəli qardaş, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Qardaş, maşın illik 2002-dir, Vazdır. Motor, korobka, difer hamısı ideal vəziyyətdə. Diskini təkər komplekt təzə almışam, yəni təzə vurulur üstünə. Maşın aparatura sistemi, 6 dənə xrom kolonkadır, üstülü terdir. Ulduz tavandır, ulduz tavan axan ulduz tavandır yəni. Aparatı var idi bagajın içərisində. Bəli, bəli, ulduz tavanın aparatıdır. Android monitordur, orijinal. S-bardır. Qabaq şüşələr podyomlayıq, qapılar pult sistemi, bagaj pult sistemi. Mercedes işıq reflektorləridir. Nə bilim, salon yanı səliqəli, 5 şumka olunubdur maşın. Nə bilim, belə ayrı... Motoru? Motor ideal. 06'dır. Bəli, motor 06 motor. Motorun işlədiyi bilmir, yəni saat kimi. Yağ azaltma səsi yoxdur ki. Xeyr, qətiyyən. Yəni, avangard abufkalardır, bunların hamısı yəni şərtdir də. Bizə qiymət yəni deyirlər ki, niyə baha deyirsən? Yəni, bunlar hamısı sayıram, sadalayıram ki, yəni bilinsin ki, yəni dolu maşındır, hazır maşındır. 5 manat da olsa, 3 manat da olsa hamısı pulda üst-üstə gəlir hamısı. hamısı. Bəli, qardaş, bəli, bəsinə. Maşına yəni Sənədi soruşmadıq, sənədləri necə? Sənədlər qaydasını, Texniki baxışı, sığortası. Texniki baxış 1 illikdir. Tex pasportları maşın öz adımadır. Öz adınız olan maşın. Bəli, bəli, tex pasport öz adımadır yəni. Korobkası necədir? Korobka 5. Atma səsi yoxdur ki. Xeyr, qətiyyən, qətiyyən. Difer yaxşı? İdeal vəziyyətdə, ideal. Altı necədir, polo? Çiçək kimidir. Zədə yoxdur ki. Xeyr, qətiyyən, nöqtə sürüyü ola bilməz yəni. Danqırat yerləri salamat. Salamat, bəli, bəli. Peredokun səsi küyü. Qətiyyən, qardaş, maşın peredok top kimidir. Yəni amortizasiya sistemi hamısı ideal. Təkərləri də disklərlə bir yerdə. Dinamo, Nivan dinamasını qoymuşam. Təkər diski də deyirəm təzə deyilsiniz. Təzə, bəli, təzədir. Dəyişilən hansılardır? Qapı, krel, kapot. Dəyişilən bir dənə sağ qabaq kreldir. Qalan hamısı zavod özününkidir. Sür sərnişin tərəf. Bəli, bəli. Sağ qabaq krel. Kosmetik işləri yoxdur. Yox. Kraska yəqin ki vurulmuş olardı. Bəli, kraskalan maşın çöldən sonra rəhlərin rastlı iş donulubdur. Şiti təzə şit oxşuyur. Təzədir qardaş, şiti təzə, hamısı təzə. Yəni salon səliqəlidir, yəni yan aynalar əlləmə qalxır. Bəli. Düymə ilə qalxır yan. Yəni baxın, punktu vursan qapılar avtomatik özü şüşələr qalxır. Şüşələri də bağlayır, qapıları da bağlayır. Bəli. Aha, qəşəng. Oturacaqlar qəşəng. Maşınımızın içərisində söz yoxdur da yəni. Yox, yəni. İçərisi superdir. Söz verə bilməz. Ya da maşınımız yaxşı maşındır. Qiyməti də əsas məsələ. Qiymət neçə deyək? Qiymət qardaş, maşın nömrə üstündə versəm, yəni sonu 8000 manatdır. Nömrə ilə bir yerdə. Bəli, nömrə yəni bilənlər, başı çıxanlar internetə maraqlansın. 2500-3000 qiymət var nömrənin, tək addenli. Yəni maşının üstündə götürəm mən 1000 manata sallama nömrəni. Hələ 97 090 olsaydı lap baha olacaqdı, eləmi? Hə, ya elə 097 lap qəşəngidir. Neçə dedik? 8000 Hərəm dedik. üzəvqi var. Nömrə üstündə versəm 8000, nömrəni açıb başqa nömrə bağlayıb versəm üstünə 7000 pul alaram. Endirim də eləyək də, biraz endirim eləyək. Yəni sonu dedim mən. Sonu deyirsən. Sonu nömrəli 8000, nömrəsiz 7000 pul alaram. Əlaqə nömrəsini deyəndə bəlkə də kimsə xoşu gəldi. Problem yoxdur. Əlaqə nömrəsi 051 950 99 95. Hara gəlsinlər maşın görmək üçün? Maşın Ağdam rayonundadır. Quzanlı qəsəbəsi. Bəli, Quzanlıdır, Ağdam rayonunda. Uğurlar arzu eləyirəm. Sağ olun, çox sağ olun. Siz də sağ olun, təşəkkürlər.